Yengeç Bürcü 5 yanvar 2026-cı il. Bugün ciddi problemlər və böyük itkilər gözlənilmir. Əvəzində peşəkar sahədə yeni perspektivlərin yaranması kifayət qədər mümkündür. Gün işgüzar ünsiyyət üçün əlverişlidir. Özünüzü düzgün aparsanız yeni müttəfiqlər tapa bilərsiniz. Onların dəstəyi gəlirlərin artmasına və ya karyera pillələrində yüksəlməyinizə imkan verəcək yeni fürsətlər aça bilər. İşlə bağlı bəzi mövzuları qeyri-rəsmi mühitdə müzakirə etmək fürsətini qaçırmayın. Bu, bəzən iclas və ya seminarlardan daha faydalı ola bilər. Adətən etibarsız saydığınız mənbələrdən gələn məlumatlara da diqqət yetirin. Bugün gözlənilmədən şayələr belə işinizə yaraya bilər. Hətta normalda onlara qulaq asmırsınızsa belə. Boğa Bürcü 5 yanvar 2026-cı il. Ətrafınızdakı insanlarla ortaq dil tapmaq və münaqişələrdən qaçmaq üçün xeyli səy göstərməli olacaqsınız. Xüsusən də onları müttəfiq kimi görmək istəyirsinizsə, başqaları sizdən həddindən artıq çox şey gözləyə bilər. Halbuki sağlam düşüncə şəxsi maraqlarınızı başqalarının kaprizlərinə qurban verməməli olduğunuzu deyil. Davranışlarınızı niyə belə qurduğunuzu dəfələrlə izah etməyə hazır olun. Tənqidə mümkün qədər sakit yanaşın. Günü elə planlaşdırmaq vacibdir ki, istirahət üçün də vaxt qalsın. Diqqətinizi problemlərdən yayındırmaq, sizi sevindirən bir işlə məşğul olmaq mütləq lazımdır. Səfərlər üçün də uyğun gündür. Dostlar və ya xoş tanışlar sizə qoşularsa, xoş təəssüratlar daha çox olacaq. Əkizlər Bürcü 5 yanvar 2026-cı il. Hər şey ideal alınmaya bilər, amma yaranan çətinliklər sizi ciddi narahat etməyəcək. Bu da düzgün yanaşmadır. Çünki problemləri tezliklə həll etmək və fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olacaq. Bəzi əkizlər əvvəllər buraxılmış səhvləri düzəltməyə və ya onların nəticələrini aradan qaldırmağa vaxt sərf etməli olacaqlar. Bu səy tələb etsə də nəticədən razı qalacaqsınız. Həmkarlar və rəhbərliklə münasibətlər bəzən gərgin ola bilər. Qarşılıqlı iradlar və incikliklər mümkündür. Günün sonuna doğru diplomatik bacarıqlarınız sayəsində vəziyyəti yoluna qoymaq mümkün olacaq. Amma emosional baxımdan bu asan başa gəlməyəcək. Xərçəng Bürcü 5 yanvar 2026-cı il. Pis nəticələr əldə etmək mümkündür, amma bugün işlər öz-özünün yoluna düşməyəcək. Səy göstərməli olacaqsınız. Həm tanış, həm də tam yeni tapşırıqları yerinə yetirməli olacaqsınız. Səbirli olun, əsassız risklərdən uzaq durun. Ehtiyatla və uzaq görənliklə davransanız, başqalarının geri çəkildiyi maneələr belə aşa biləcəksiniz. Nəzərə alın ki, emosional fon kifayət qədər gərgin olacaq və bu bəzən əhvalınıza və özünüzü necə hiss etməyinizə təsir göstərə bilər. Buna görə də günü elə planlaşdırın ki, həm istirahətə, həm də sizi dəstəkləyən insanlarla ünsiyyədə vaxt qalsın. Şir Bürcü 5 yanvar 2026-cı il. Bugün qətiyyətli addımlar atmaq üçün ən uyğun gün deyil. Əgər vacib bir nəticə əldə etmək istəyirsinizsə, ehtiyatlı olun və ətrafdakılar sizi tələsdirsə belə tələsməyin. Bugün xırda şeylərə görə narahat ola, özünüzdən şübhələnə bilərsiniz. Belə məqamda kimsə bundan istifadə etməyə cəhd göstərə bilər. Ona görə də yalnız güvəndiyiniz insanlarla iş görmək daha məqsədəuyğundur. Bugün üçün nə planlaşdırırsınızsa, əsasən öz gücünüzə arxalanmalı olacağınızı nəzərə alın. Hətta etibarlı müttəfiqləriniz olsa belə şərait elə gətirə bilər ki, onlar sizə kömək edə bilməsinlər. Qız Bürcü 5 yanvar 2026-cı il. Qeyri-adi işlərlə məşğul olmağın vaxtıdır. Məhz belə işlərdə ən böyük uğuru qazanacaq və özünüzü ən yaxşı tərəfdən göstərəcəksiniz. Bu həm də nüfuzlu insanların diqqətini cəlb etməyə, onların dəstəyini qazanmağa kömək edəcək. Nailiyyətlərinizdən danışmaq imkanı yaranarsa onu qaçırmayın. Uğura necə çatacağınızı bilmək başqaları üçün də maraqlı olacaq. Ciddi problemlə üzləşən və onu həll etmək üçün uzun müddət çalışan qızlarda bugün parlaq ideyalar yaranacaq. Nə etməli olduğunuz və uğura aparan yol nədir? Nəhayət aydınlaşacaq. Bəzi qızlar isə kimlərin onlara mane olduğunu anlayacaq və bu əngəlləri aradan qaldırmağın yolunu tapacaqlar. Tərəzi Bürcü 5 yanvar 2026-cı il. Bugün sizin üçün əsas olmayacaq. Amma ardıcıl hərəkət etsəniz və ilk cəhdə alınmayan işlərə görə panikaya düşməsəniz, nəticə əldə edəcəksiniz. İşlə bağlı tapşırıqlar düşündüyünüzdən daha çox vaxt ala bilər və bəzilərinin öhdəsindən gəlmək tək başına mümkün olmayacaq. Müttəfiqləri düzgün seçmək çox vacibdir. Kimlərsə intuisiya ilə, kimlər isə həyat təcrübəsi və sağlam düşüncə ilə duyğulu qərar verəcək. Günün ikinci yarısında sizə perspektivsiz və maraqsız görünən işlərlə məşğul olmaq lazım gələ bilər. Onları mümkün qədər yaxşı yerinə yetirin ki, sonradan kimsə sizə irad bildirməsin və yanaşmanızı tənqid etməsin.
Əqrəb bürcü 5 yanvar 2026-cı il. Prioritetləri düzgün müəyyənləşdirmək və xırda detallara ilişib qalmamaq vacibdir. Doğrudan da önəmli məsələlərə diqqət ayırsanız, boş yerə narahat olmasanız, gün kifayət qədər yaxşı keçəcək. Həmkarlar və rəhbərliklə münasibətlər gərgin ola bilər. Hətta yaxın vaxtlara qədər müttəfiq olan insanlar belə ümumi layihələrin uğruna şübhə ilə yanaşa bilərlər. Pul məsələsinə kiçik itkilər və uğursuz qərarlar mümkündür. Bugün əvvəlcədən planlaşdırılmamış böyük alışlar etmək, ciddi müqavilələr bağlamaq və ya kredit götürmək məsləhət deyil. Bəzi əqrəblər imkanlarını olduğundan artıq qiymətləndirər və bu səbəbdən çətin vəziyyətə düşə bilərlər. Ox atan bürcü 5 yanvar 2026-cı il. Hər şey asan başa gəlməyəcək. Bəzi ox atanlar məqsədlərinə çatmaq üçün ciddi zəhmət çəkməli olacaqlar. Amma siz istədiyiniz nəticəni əldə etmədən geri çəkilmək istəməyəcəksiniz. Məhz bu israrlıq sayəsində uğur qazanacaqsınız. Bəziləri buna sevinəcək, digərləri isə qısqanaraq gizliliyə mane olmağa çalışacaq. Ona görə də ətrafdakılara diqqətlə baxın. Gizli niyyətləri vaxtında sezə bilin. Həmkarlar və işgüzar tərəfdaşlarla fikir ayrılıqları mümkündür. Üstəlik, bu əvvəllər eyni mövqedə olduğunuz mövzularla bağlı ola bilər. Sakit şəkildə müzakirə aparın, qarşı tərəfin arqumentlərini dinləyin və hər şeyi ölçüb biçin. Oğlaq bürcü 5 yanvar 2026-cı il. Gün çətinliklərsiz olmasa da sizi sevməyənlərin istədiyi qədər də pis keçməyəcək. Keçmiş səhvləri düzəltmək və onların nəticələri ilə məşğul olmaq lazım gələ bilər. Bəzi oğlaqlar bunun üçün digər işləri kənara qoymalı olacaqlar. Buna baxmayaraq hər şeyi kifayət qədər tez əldə edəcək və yaxın gələcəkdə işinizə yarayacaq. Dəyərli təcrübə qazanacaqsınız. Maliyyə baxımından da gün əlverişlidir. Yeni il hədiyyələri seçmək və ya yaxınlarınızla birlikdə istifadə edəcəyiniz əşyalar almaq üçün münasib zamandır. Pulu havaya sovurmayacaq, iri məbləğlərə dair qərarları tələsmədən verəcəksiniz. Dolça bürcü 5 yanvar 2026-cı il. Bugün istədiyinizə nail olmaq mümkündür, amma bu dərhal baş verməyəcək. Nə qədər tələsəniz və başqalarını tələsdirsəniz də hadisələr yavaş inkişaf edəcək. Ən doğru yol bunu sakit və fəlsəfi şəkildə qəbul edib seçdiyiniz istiqamətdə səbirlə irəliləməkdir. Daha əvvəldə sizə dəstək olmuş insanlar bugün də dəstəklərini əsirgəməyəcəklər. Əsas məsələ çətinliklə üzləşən kimi onlara vaxtında müraciət etməkdir. Problemləri nə qədər tez bölürsəniz, onların öhdəsindən gəlmək də bir o qədər asan olacaq. Balıqlar bürcü 5 yanvar 2026-cı il. Bugün başqaları üçün çox faydalı işlər görməli olacaqsınız. Bir çox balıqların şəxsi planları arxa plana keçəcək. Çünki ətrafda köməyə ehtiyacı olan insanlar olacaq. Bundan əlavə başqalarının buraxdığı səhvləri düzəltmək də lazım gələcək. Bu sizə o qədər də xoş gəlməsə də nəticə gördüyünüz zəhmətə dəyəcək. Kiçik maliyyə çətinlikləri və gözlədiyiniz ödənişlərdə gecikmələr mümkündür. Ona görə də xərclərə tələsməyin və vacib olmayan alışları təxirə salmağa hazır olun.